Azərbaycan Dövlət İdarəçiliyində innovativ texnologiyaların tətbiqi və rəqəmsal transformasiya sahəsində mühüm nailiyyətlər əldə edərək beynəlxalq təcrübə mübadiləsinin mərkəzlərindən birinə çevrilir. Bu istiqamətdə həyata keçirilən Dövlət İdarəçiliyində innovativ texnologiyalar, təlim təcrübə proqramı Azərbaycan və Özbəkistan arasında uğurlu əməkdaşlığın nümunəsidir. Azərbaycan müasir dövlət idarəçiliyi modelini uğurla tətbiq edən, innovativ inkişaf və rəqəmsal transformasiya sahəsində mühüm nəticələr əldə edən ölkələr sırasında yer alır. Dövlət idarəçiliyinin səmərəliliyinin artırılması, elektron xidmətlərin genişləndirilməsi, insan kapitalının inkişafı və idarə etmədə müasir texnologiyaların tətbiqi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər ölkənin dayanıqlı inkişafına mühüm töhfə verir. Bu sahədə əldə olunan nailiyyətlər beynəlxalq səviyyədə maraqla qarşılanır. Müxtəlif ölkələr təcrübə mübadiləsinin genişlənməsinə və yeni əməkdaşlıq platformalarının formalaşmasına zəmin yaradır. Dövlət İdarəçiliyində innovativ texnologiyalar adlı təlim təcrübə proqramı da Azərbaycan və Özbəkistan arasında uğurlu əməkdaşlıqlar sırasındadır. Özbekistan bizim strateji partnörümüzdür, ən yaxın bizə olan bir ölkədir. Onların ixtisasçılarını qəbul edirik və bu texnologiyaları onlarla bölüşəcəyik. Ondan qabaq Qazaxıstanın Dövlət İdarəçiliyi Akademiyası gəlmişdi bu texnologiyaları öyrənməyə. İndi başqaları planlaşdırılır. İndi Qazaxıstandan bir qrup ayın 15-dən sonra gələcək. Çin Xalq Respublikası ilə bu barədə müqavilə bağlanır. Dövlət idarəçiliyi sahəsində təcrübə mübadiləsi, birgə təlim proqramları və akademik əməkdaşlıq Özbəkistan ilə Azərbaycan arasında əlaqələrin inkişafında mühüm rol oynayır. İki tərəfli münasibətlər bütün sahələrdə uğurla inkişaf etdirilir. Bu proqram dövlət qulluqçularının peşəkar inkişafına, müasir idarəetmə biliklərinin artırılmasına xidmət edir. Azərbaycan və Özbəkistan arasında münasibətlər bugün iqtisadiyyat və investisiyalardan nəqliyyat, təhsil, elm və dövlət idarəçiliyinə qədər bütün istiqamətlər üzrə misli görünməmiş, ən yüksək inkişaf mərhələsini yaşayır. Ticarət dövriyyəsi dəfələrlə artır, hər iki tərəfdən investisiya qoyuluşu artır, nəqliyyatdan təhsil, elm və dövlət idarəçiliyinə qədər əməkdaşlıq inkişaf eləyir. İqtisadiyyatın rəqəmsallaşdırılması və müasir texnologiyaların tətbiqi şəraitində iki ölkənin dövlət qurumları arasında təcrübə mübadiləsi xüsusi aktuallıq kəsb eləyir. Azərbaycan və Özbəkistan münasibətləri ortaq tarixə, mədəni köklərə və qarşılıqlı etimada əsaslanır. Beləliklə də iki ölkə arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək yeni inkişaf mərhələsinə qədəm qoyur. Qeyd edək ki, Dövlət İdarəçiliyində innovativ texnologiyalar adlı təlim təcrübə proqramı iyunun 7-sinə kimi davam edəcək.